Sabahınız xeyir olsun. 1 may 2026-cı il tarixli yaz sesinin 43-cü günü, Zülqədə ayının 14-cü günüdür. Və eləcə də may ayının ilk həftəsinin ilk cüməsidir. İlk 5-ci günüdür. Hər birimiz üçün bu may ayı xeyirli, uğurlu, can sağlıqlı, bərəkətli, sülh şəklində və gözəl rifah şəklində başlayıb xeyir uğuru başa çatmış olsun. May ayının ilk cüməsi hər birimiz üçün mübarək olsun. İbadətlərimiz cümə ibadətləri olaraq qəbul olunmuş olsun. Və hər birimiz arzu və istəklərimizə yetmiş olaq, dualarımız qəbul olunsun. Amin inşallah. 1 may günündə kimlər ki iş arxasınca gedir, İş yerlərində işləri ilə məşğuldurlar, ofislərində işləri ilə məşğuldurlar, evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı və işavadlığı arzu edirəm, gözəl bir gün keçirmələrini arzu edirəm. Və 1 may günündə artıq İbtidai siniflər bildiyimiz kimi 0-4 sinifləri, yəni onlar yaz tətilinə buraxıldılar. Onlara can sağlıqlı bir gözəl tətil keçirmələrini arzu edirəm. Gözəl əhval-ruhiyyə ilə, gözəl yüksək bilikləri ilə yenidən təhsillərinə yaz tətilindən sonra başlayıb başa çatdırmış ola bilsinlər dərsini. Amin inşallah. Bununla yanaşı 1 may günündə tədrisə davam edən məktəblilərimizdir, təhsili ilə məşğul olan demək, orta ixtisas, ali məktəb tələbələridir. Bütün təhsili ilə məşğul olan şəxslərə zehin açıqlığı, can sağlığı, iş abadlığı arzulayıram. Qarşılarına qoyduqları məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzu edirəm. 1 may günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. Kimin anım günü var ki, bugün qeyd edilər, kimlər əzizləri və digərlərinə və onlara da rəhmət diləyirəm. Bununla yanaşı isə 1 may günündə kimlərin xəstələri var, can sağlığı arzulayıram, şəfa tapmasını arzulayıram. Bütün qazilərimizə can sağlığı, şəfa tapmalarını arzulayıram. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, əskərlərimizi, Azərbaycan ordusunu salamlayır, can sağlığı, gözəl bir may ayını keçirməyə, gözəl bir gün keçirməyə hər birinə arzu edirəm. 1 may günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 1 may günündə də tarixi günlər vardı. 1 may qeyd edək ki, beynəlxalq əmək günü kimi qeyd olunur. Əmək günü münasibəti ilə bütün əməklə məşğul olan, yəni fəaliyyət növündən, iş növündən asılı olmayaraq hər bir şəxsi təbrik edirəm. Can sağlığı, gözəl, bol ruzili bir gün keçirmələrini arzu edirəm. Və bununla yanaşı isə 1 may günündə 1751-ci ildə isə tarixdə ilk kriket maçı Amerikada oynanıldığı gündür. 1 may 1851-ci ildə Kraliçə Viktoriya Londonda böyük sərgi təşkil etdiyi gündür. 1 may 1865-ci ildə Braziliya İmperiyası, Uruqvay, Argentina üçlü sazişə imza atdıqları gündür. 1 may 1884-cü ildə Moses Fulfield Walker Amerika Birləşmiş Ştatlarında profesional beyzbol oynayan ilk qaradərili oyunçu olduğu gündür. 1 may 1930-cu ildə isə cırtdan planet Pluton rəsmi olaraq adlandırıldığı gündür. 1 may 1947-ci ildə Koreya Xalq Demokratik Respublikası əsası qoyulduğu gündür. 1 may 1977-ci ildə İstanbulda Taksim meydanında əmək günü qeyd edilən zaman 36 nəfər qətlə yetirildiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.